Hörmətli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Necə deyərlər, papağı başında, mikrofonu da əlində. Biz yenə çıxmışıq, sual soruşuruq. Amma sualı bəyan etmədən əvvəl deyim ki, hər kəs papaq qoyur. Baxır papağa. Hər papaq qoyan da özünü kişi bilir. İndi biz əsas neçə ildir, illərdir artıq bu işi görən kişilərə papaq örtdürən, papaq məsləhət bilən Nazım Ustadan soruşuruq və soruşacağıq. Amma bugün sualım varın, sualı belədir. Hər papaq örtənə kişi demək olarmı? Nazım Usta, salam aleyküm. Aleyküm. Yorulmayasınız, Allah qüvvət versin, inşallah, Allah canınızı sağ eləsin, bu işi davam elətdirin. Həqiqətən də belə insanlar ki var, bizim keçmiş adət-ənənələrin hansı ki o, belə deyək də, itirilən qalıqlarını hələ də yaşadırlar. Allah sizə can sağlığı versin. Neçə ildir papaqçılıqla məşğulsuz? Biz 50 il, məsələ çox, 50 ildən də çox. Məşhurlardan hansılara papaq tikmişsiniz? Məşhurdan çox adamlar. Məsəl üçün? Məsəl üçün, xanəndələrdən Ağaxana, sonra Kələt Qasımova, sonra Əlibaba Məmmədova. O üçün bu xanəndələrin çoxsuna da bir 90%. Yəni, başına papaq qoyan və onu özünə şərəf bilən hər kəsə papaq tikməyə Papaq tikmişsiniz. Bax, məşhurlardan sonra Ağaşköyə, hörmətli şeyximizə, sonra çox ruhanilərə, generallara. Düzdür, generallar bura gəlmir, adjutantları gəlir Zakaziyədə. O da ki, adlarını bilmirəm hansı. neçə növ papaq var, Nazım Usta? O adları sadalaya bilərsiniz? Adları qulaqlı papaq, daqqa papaq, sonra yarma papaq, köbəli papaq, bir də bizim milli papaq. O ən xodda gedən deyək ki, o kişiyə hansı papaq